Rusiya hərbi birləşmələri Ukraynaya son kütləvi hava hücumu zamanı 381 ədəd şahid tipli pilotsuz uçuş aparatı və 35 raketdən istifadə edib. Onların arasında İskəndər ballistik raketləri də olub. Hücum nəticəsində bir nəfər həlak olub, ondan çox mülki şəxs xəsarət alıb. Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə zərbənin əsas hədəfi Xarkov və Poltava vilayətlərindəki enerji obyektləri olub. Hücum nəticəsində Donetsk, Sumi, Dnepropetrovsk, Odessa, Kiyev və Xerson vilayətlərinə də ziyan dəyib. Təkcə Xersonda onlarla yaşayış məntəqəsi müxtəlif növ silahlardan atəşə tutulub. 2 çoxmərtəbəli binaya və 11 fərdi evə ziyan dəyib. Xarkov vilayətində isə 10 yaşayış məntəqəsinə raket və dron zərbələri endirilib. Vilayət administrasiyasından bildirilib ki, regionun müxtəlif rayonlarında fərdi evlər, yardımcı tikililər, ambarlar və ferma dağıdılıb. 13 min baş heyvan tələf olub. Dnepropetrovskda isə dron zərbələri nəticəsində yanğınlar baş verib, 4 fərdi evin tamamilə dağıldığı bildirilir. Ukrayna Silahlı Qüvvələri isə Rusiyanın Perm diyarında kimya zavodunu hədəfə alıb. Yerli sakinlər Azot kimya zavodunda partlayış səsləri eşitdiklərini bildiriblər. Müəssisənin işi bir neçə saat məhdudlaşdırılıb. Hücum nəticəsində bir neçə fərdi evə də ziyan dəyib. Xəsarət alan yoxdur. Xavər Əliyeva, Rəsul Məmmədli, ASTV xəbər.